Buraxılış imtahanında özümdən 300 bal toplamağı gözləyirdim, amma vaxtı düzgün bölmədiyimə görə nəticəm bir qədər aşağı oldu. Buna görə nə qədər motivasiyamı itirmişdim. Bundan sonra özümü toparladım və blok imtahanına hazırlaşmağa başladım. Bu səfər maksimum nəticə yığmağı bacardım. Nə qədər blok imtahanına maksimum 400 bal toplamışam. Orta məktəbdən məqsəd qoymuşam ki, neft-qaz mühəndisi olum. Buna görə də aşağı siniflərdən bununla hazırlaşmağa başlamışam. Hazırda Bakı Ali Neft Məktəbində neft-qaz mühəndisi üzrə təhsil almaq istəyirəm. Təhsilimi bitirdikdən sonra xaricdə magistr təhsil almaq istəyirəm. Sonra da dövlətimə qayıdıb orada işləmək istəyirəm. 15 şagirddən Bankə İqtisadi məktəbdə təhsil alırdım. Bu il məzun olmuşam. Əslində ödənişəlik baxır. Ödənişəlik var. Ay sonu bir şey. Ya finans olmuşsan, ay sonu fiskal. Harada keçirdin? Bakıda mı? Bakıda. Onlarla iştirak edəməmsiniz? Xeyr. Ay sonu. Yox, vaxtla eləmirdim. Həmişə məsələn dərsi qoydum məqsəd, bu qurtarmağa çalışırdım dərsi. Sonra bu sən keçirdim. Vaxtla işləmirdim. Çalışırdım az istifadə edin. Demək olar ki, elə evə gəldik, nəticələr açıqlanandan sonra gördük ki, tam bal yazıb, amma biraz şübhə olur da, açıqlamalarda balın kəsilməyi ilə azdır. Buraxılış imtahanında nəysə biraz problem oldu, çatdıra bilmədi, kodlaşdırma yaxşı eləyə bilmədi. Əliyeva Sevinç, Mirağa valideyniyəm. Mirağa bu imtahanlara çox yaxşı hazırlaşırdı. Mobil telefondan demək olar ki, istifadə eləmirdi. Qarşısına məqsəd qoymuşdu 700 bal yığmağı. Amma bu balı toplaya bilməsə də, buraxılış imtahanında bu nəticəni göstərə bilməsə də, blok imtahanında tam bal yığıb bu nəticəni göstərdi. Bizi, müəllimlərini sevindirdi. Bunun üçün Mirağa ilə məşğul olan bütün müəllimlərə təşəkkür edirik.